Salam, hamınızı xoş gördük. Bu gün mətbəximdə mayalanmayan bir xəmirdən bulka hazırlayıram. Tez bazar bulkadır. Tez bazar hazırlanan bir bulkadır. Mayalanmayacaq xəmir və ilə hazırlanan kimi sobada bişməyə qoyuruq. Ona görə də xəmiri hazırlamağa başladıqda artıq sobanı yandırmaq lazımdır ki, soba qızsın. Bizə nə lazımdır? 3 ədəd qabartma tozu lazımdır. Təqribən 30 qram, əgər iri paçkadadırsa 30 qram qabartma tozu işlənir. 2 stəkan qatıq və 1 stəkan duru yağ. Bizə yarım kiloqram, yəni 500 qram un lazımdır. Bura işlənəcək. Və əgər siz bulkaları şirin hazırlayırsınızsa, yəni cemlə və yaxud quru meyvəli bulka hazırlayırsınızsa, onda xəmirə vanil qatmalısınız. Yox, əgər içliyi pendirli olacaqsa, o zaman vanil lazım deyil. Elə bərəkəti üçün xəmirə biraz duz atırıq. Əvvəlcə qabartmanı qatığa əlavə edirik. Biraz qatırıq. Gördüyünüz kimi artıq qabartma tozu köpməyə başlayıb. Qatığın içərisində vanili əlavə edirik. Yağı və unu. Unu mütləq eləmək lazımdır. Bizə yarım kiloqram un lazımdır ki, qatmaq üçün. Və mütləq unu qatarkən o dərəcədə qatırıq ki, yəni unlar fərqlidir. Ola bilsin az da işlənə bilər və yaxud çox da işlənə bilər. Və qatılaşanda artıq əlimizlə xəmiri yoğururuq. Xəmirimiz hazırdır. Gördüyünüz kimi çox da bərk olmayan yumuşaq bir xəmir yoğurulur. Duru yağ olduğuna görə tərkibində özü yağlı xəmirdir biraz. Və indi xəmiri bir kənara qoyuruq. Mən bugün cemli içi olan bulka hazırlayıram. Heyva cemindən istifadə edəcəyəm. Və bir də şəkər tozu ilə kakos qarışığından istifadə edəcəyəm. Çox dadlı alınır. Sizə də məsləhət görürəm. Xəmirdən kiçik parçalar ayırırıq əlimizdə və yastılayıb içərisinə cem qoyuruq biraz. Xəmiri bağlayırıq. Bağladıqdan sonra başqa bir qabda küncüt qoyub, küncütün içərisində bir üzünə yastılamaq lazımdır. Və belə götürüb sobanın listinə düzürük. Kakoslu hazırladığımızın içərisinə kakosu yayırıq. Rulet kimi bükürük. Və yenə də küncütün içərisində yastılayırıq. Hazırladıqdan sonra sobanın listinə düzürük. Bir-birindən bir qədər aralı olaraq və üstündə belə kəsiklər açırıq. Bişdikdə daha gözəl görünsün deyə.
və əvvəlcədən qızdırılmış sobada üzü qızarana kimi bişiririk. Artıq tez bazar bulkalarımız hazırdır. Mayalanmayan xəmirdən hazırladım mən. Süfrəyə verə bilərik. Çox asan hazırlanır, ucuz da başa gəlir və tez də boyatlaşır. Və mən indi sizə bulkanın içərisini göstərmək istəyirəm. Gördüyünüz kimi yumuşaqdır. Şirini sevənlər şəkər tozunu biraz artıq vura bilərlər və yaxud da ki, heç içlik qoymaya bilərsiniz. Xəmirə kişmiş qata bilərsiniz. Yəni zövqlər müxtəlifdir. Artıq resept əlinizdə olduqdan sonra istədiyiniz kimi hazırlaya bilərsiniz. Yarım saata, 40 dəqiqəyə süfrənizdə çox dadlı bir şirniyyatınız olacaq. Bayaq da qeyd etdiyim kimi bulkanı pendirli də hazırlaya bilərsiniz. Pendirli sevənlər. Hazırlayan hər kəsə əvvəlcədən nuş olsun. Kanalı izləməyi unutmayın. Videonu bəyəndinizsə like edin. Bizə yazın. Faydalı məsləhətlər verin, bildiklərinizi bizimlə paylaşın. Videonu paylaşın dostlarınızla, yoldaşlarınızla. Əgər maraqlı reseptlər bilirsinizsə bizə yazın. Bugünlük bu qədər. Sağ olun.